46-48-ci suallar bu şərtə əsasən cavablandırılmalıdır. Deyir ki, 5 ata Arif, Mehdi, Sabir, Səlim və Elman 5 oğlun Kəmal, Eltac, Ramiz, Zaur və Sənanın hərbi and içmə mərasimlərini müşahidə etmək üçün evlərinə müxtəlif vaxtda bu saatlarda çıxıblar və müxtəlif maşınlardan istifadə ediblər, müxtəlif şəhərlərə gediblər. İlk olaraq bunu da belə eləyək. İndi ilk olaraq baxırıq ki, görürük biz burada 5 dənə xüsusiyyətimiz var. Bir atalar var. Qeyd edirəm ataları buradan. Adlarını da altdan yazacağım. Sonra var oğullar. Sonra var bizdə vaxtlar və yaxud da saat da yaza bilərik. Sonra var bizdə maşınlar və ən sonuncusu da görürəm ki, var bizdə şəhərlər. Yazırsınız bunları. Bunları yazmaqda məqsəd nədir? Daha sistemli olaq deyə. Bizdə hərəsindən 5 nəfərdir. Ata da 5-dir, oğul da 5-dir, şəhər də, vaxt da. Yəni bu o deməkdir ki, hərəsinə biri mütləq şəkildə uyğun gələcək. İndi başlayırıq. Deyir ki, atalardan ikisinin adı ilə oğlunun adı eyni hərflə başlayır. Diqqət eləsə burada bir Elman və Eltacın adı eyni başlayır. Atalardan Elman və Eltac. Başqa çünki eyni ad yoxdur. Bir də Sənan var ki, oğullardan. Həm bu Sənanın atası ya Sabir olacaq ya Səlim. Biz sadəcə bilmirik bu Sabir olacaq yoxsa Səlim. Amma bir dənə dəqiq bildiyimiz odur ki, bizim Elmanın mütləq şəkildə oğlu Eltac olacaq. Ona görə baxın, Eltacla Elmanı silirəm və hətta baxın, burada rəngi dəyişdirib. Məsələn, bu rəng olsun. O atalar yerinə Elmanı yazıram. Elmən. Elmanı yazıram. Burada Eltacı yazmış oluram. Yazdım. Amma Sənanın bilmirəm atası indi kim olacaq. Sabir yoxsa Səlim. Növbəti cümləyə gedirik. BMW-də Füzuliyə gedən Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. Yəni BMW-də kimdirsə Füzuliyə gedir və Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. Onu qırmızı ilə burada göstərəcəm. Bir dənə pozanla bu hissəni indi silirik. Deməli bu məntiqlə bizdə BMW-də gedən Füzuliyə, yəni BMW-də gedən Füzuliyə gedib. Və Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. Gəncəyə gedən 13:00-da olsa, çıxsa, bizimki onda 14:00-da evdən çıxmış olacaq. Yəni bu bir əlaqə. İkinci əlaqə isə əgər Gəncəyə gedən 16:00 evdən çıxsa, 1 saat sonra da 17:00-da bizim bu Bərdədə, daha doğrusu BMW-də gedənimiz olacaq. Ona görə bunları qeyd edirəm. 14:00, 13:00 ya da 17:00, 16:00 əlaqəsi var. Sonra deyir, Nissanda gedən Mehdi Zaurun atası deyil. Deməli, bizdə Mehdi, yazırıq adım bura. Mehdi. Nissanda gedib maşınlardan qeyd edirik. Və o Zaurun atası deyil. Ona görə Zaur yazıram burada, üstünə xətt çəkirəm. Mehdini də yazdıq və Nissanı da qeyd eləmiş olduq. Saat 17:00-da evdən çıxan Honda da Şəkiyə, Ramizin yanına gedir. Baxıram ki, 17:00 filan yazmamışam, Honda yazmamışam, Şəki yazmamışam. Deməli, bu yeni bir şəxsdir. Kimdirsə saat 17:00-da evdən çıxıb, 17:00 onda silə bilərəm. Evdən çıxan Honda da maşın olaraq Hondaya minib, Hondanı da silə bilərik. Şəkiyə gedib, Şəkiyə və kimin yanına gedib baxıram? Ramizin yanına. Yəni Ramiz deməli bizdə oğullardan digəridir. Həmin bu saat üçün. İndi qeyd elədik və şəhərlərdən də Şəkini sildik. İndi baxın dostlar, avtomatik buradan düşünmək olur ki, 17:00 Şəkidirsə, bizdə 17:00 heç vaxt Füzuliyə gedən olmaz. Çünki biz qeyd eləmişdik ki, BMW-də Füzuliyə gedən Gəncəyə gedəndən 1 saat sonra evdən çıxır. Bu zaman Gəncədə gedən ya 13-də çıxacaq ki, Füzuliyə gedən 14-də çıxsın 1 saat sonra. Gəncəyə gedən ya 16:00-da çıxmalıdır ki, 17:00-da BMW-də Füzuliyə gedən olsun. Sadəcə 17:00 avtomatik bildik ki, Şəkiyə gedənindir. Buna görə biz altdakı ehtimalı silirik. Qalır üstdəki element. Yəni Gəncəyə gedən 13:00-da çıxıb, BMW-də Füzuliyə gedən 14:00-da. Ona görə gəlirəm, hətta burada da qeyd edirəm, bunun üstündə və yaxud da bu hissəsində 14:00-da çıxdı. Bu da 13:00-da. Qeyd edirik bunları. İndi bunları qeyd elədikdən sonra Sabir saat 14:00-da evdən çıxıb. Sabir saat 14:00-da çıxıbsa, deməli Sabir Ramizin atası ola bilməz. Çünki Ramizin atası 17:00-da evdən çıxıb.
Həmçinin Sabir yuxarıdakılara da uyğun gəlmir. Sabiri biz yeni yerdən yazmalıyıq. Sabir. Və neçədə çıxıb evdən? 14:00-da. 14:00-da evdən çıxıbsa, bilirik ki, 14:00-da BMW-də çıxmalıdır bu. Və hara getməlidir? Füzuliyə. Qeyd edirik bunlarıdır. Ona görə 14:00 BMW və hətta Füzuli sözünü də buradan silmiş oluruq. Atalardan da Sabiri silə bilərik. Qaldı Arif və Səlim. İndi diqqətli olmalıyıq buradan sonra. Son cümlələrdə deyir ki, Bərdədə xidmət keçən Sənanın atası, yəni Bərdədə xidmət keçən Sənan. Bərdədə xidmət keçən Sənanın atası digər ataların ikisindən tez və ikisindən gec yola çıxmışdı. İkisindən tez, ikisindən gec yola çıxıbsa, bu saat neçə olmalıdır? 16:00 olmalıdır. Çünki 16:00 2 dənə saatdan 13:00, 14:00-dan sonradır. 2 dənə saatdan 17:00 və 20:00-dan əvvəldir. Ona görə bu şəkildə düşünürük. İkisindən tez, ikisindən gec yola çıxıbsa, Sənanın deməli atası, Sənanın atası 16:00-da evdən çıxır. Və bilirik ki, Bərdədə xidmət keçib bu şəxs. Sənanın atası Bərdədə xidmət keçib. Və biz də bilirik ki, Sənanın bir də atası ya Sabir olmalıdır, ya Səlim. Baxıram ki, Sabir ola bilməz. Çünki Sabir 14:00-da evdən çıxıb. Deməli, bu 16:00-dan tamamilə bir fərqli şəxsdir. Oğlu Sənandır. Atası da onda avtomatik Sabir olmursa kim olmalıdır? Səlim olmalıdır. Səlimi də yazdıq bu nöqtəyə. Səlimi də yazdıq. Bu məntiqlə Sənanı da silə bilərik buradan. İndi oğullardan baxın 2 nəfər qalıb. Zaur, Kamal. Bilirik ki, Mehdinin oğlu Zaur ola bilməz. Ona görə qalır ona Kamal. Zaur da avtomatik gəlir, düşür bura. Onları da tapdıq. Qaldı bir dənə Arif. Arif də qaldı bu hissəyə. Arifi də yazdıq. İndi baxın dostlar, diqqətli olsaq. Dedik Bərdədə xidmət keçir. Deməli, xidmət yeri də Bərdə oldu. Yazdıq bura. Artıq Bərdəni də yazmış olduq. Qalıb bizdə son cümlə. Son cümlədə görək nə deyir? Fordda gedən 20:00-da evdən saat 20:00-da çıxıb. Evdə 20:00-da çıxıbsa, deməli 20:00 buraya yaza bilməm. Bu Nissandır. Deməli, Ford gəlir bu nöqtəyə. 20:00-da gəldi bura. Qaldı bir dənə 20:00-da silsəm. 16-nı da yazmışıq. 13:00 bura. İndi 13:00-da biz nə yazmışdıq? Gəncə. Deməli, bura gəlir Gəncə düşür. Gəncəni də qeyd elədik. Gəncəni də sildik. Bərdəni də yazmışıq. Quba qalır. Quba qaldı bu yuxarıya. Və maşınlardan da baxıram ki, Fordu da silsək, geriyə bir dənə Opel qalır. Opel də düşdü bura. Fikir versək, hər birini tapmış oluruq. Tapdıq hər birini, gəlirəm suallara. Səhv variantı deyir seçin. Elman Honda'da yola çıxıb. Baxıram ki, Elman bizdə Fordda yola çıxıb. Elə cavab olaraq A çıxdı. Sabir Füzuliyə yollanır. Sabir baxıram, həqiqətən Füzuliyə yollanır. Mehdi Gəncəyə yollanır. Mehdiyə baxırıq. Mehdi buradadır. Gəncəyə yollanır. Zaur Füzulidə xidmət keçir. Zaur buradadır və Füzulidə xidmət keçir. Kamalın atası 13:00-da evdən çıxıb. Kamal buradadır. Atası həqiqətən 13-də çıxıb. Kamalın atası kimdir? Baxıram, Mehdidir. Və Qubaya yollanan ata saat neçədə evdən çıxıb? Qubaya yollanan ata saat 20-də evdən çıxmış olub. Cavab oldu A variantı. Sonra artıq yəni bu hissələ işimiz bitdi. Gəlirik növbəti hissəmizə, 49-cu sualımıza. Birinci buranı pozaq qəşəy-qəşəy səliqəli. Əziyyət çəkdi. O boyda indi silməliyik. Çünki sualın izahı bitdi artıq. İndi deyir ki, parçanın 15 metrinin qiyməti 60 manatdırsa, 2.25 metr neçə manatdır? Dostlar, bu tipli suallarda heç düşünmədən tənasüb qurun. Deməli, 15 metrinin qiyməti 60 manatdır. İndi bura manatda belə yazaq. Bizə maraqlıdır, bəs 2.25 metrinin qiyməti neçə manat olacaq? X. X bərabər olur. Çarpazların hasili 60 vur 2.25 bölünsün digər hədd 15. 60 ilə 15 getdi, qaldı 4. 4 vur 2.25 verir bizə 9 manatı. Deməli, cavab olur 9 manat. Yəni, burada hər hansı bir əlavə iş görməyinizə gərək yoxdur. Keçirik növbəti sualımıza. 50-ci sual. Biraz kiçildəcəm. Əla və bir damcı da belə. Qəşəng. Hər bir şey görünür detallıca. Gəlirik. 50-də deyir. Emin, Rasim, Cəmil, Kənan və Murad səyahətə gedərkən hər biri
müxtəlif nəqliyyat vasitələrindən istifadə ediblər. Qatar, təyyarə, gəmi, taksi, avtobus. Deməli yazırıq. Emin, Rasim, yazırıq Cəmil, yazırıq Kənan, yazırıq Murad. Yəni 5-in də adını yazdıq. Kimlərə nə uyğun gəlməsə altdan qeyd edəcəm və siləcəm. İndi qatarla gedən oğlan universitetdə Eminlə bir qrupda oxuyur və bazar günlərində Muradla futbol oynayır. Baxın, qatarda gedən oğlan kimdirsə, universitetdə Eminlə bir qrupda oxuyur. Deməli, qatarla gedən oğlan Emin deyil. Çünki Eminlə bir qrupda oxuyan şəxs başqa biri olmalıdır. Deməli, Emin qatarda getmir. Eminin üstünə qatarın xəttini çəkdim. İndi Eminin üstündə Eminin altında qatarın üstünə xətt çəkdim. İndi yazıb. Və bir də deyib, bazar günlərində Muradla futbol oynayır. Bazar günü Muradla futbol oynayırsa, demə Murad da qatarla gedən deyil. Çünki bu başqa şəxsdir ki, Muradla bir yerdə futbol oynayır. Ona görə qatarın üstündə burada da xətt çəkmiş oldu. Sonra avtobusla gedən oğlan orta məktəbdə təhsil alan Kənanla dostluq eləyir. Demək, avtobusda gedən şəxs var bir dənə. Orta məktəbdə təhsil alan Kənanla dostluq eləyir. Deməli, bizdə Kənan avtobusla gedən şəxs deyil. Çünki o orta məktəbdə oxuyur və avtobusla gedən şəxs həmin orta məktəbdə oxuyan Kənan ilə dostluq edir. Fərqli bir adamdır deməli. Kənan heç vaxt hava və su nəqliyyatına istifadə etməklə səyahətə getmir. Deməli, bu məntiqlə bizdə hava nəqliyyatı təyyarə, su nəqliyyatı gəmidirsə, Kənan bunlardan istifadə eləməməlidir. Təyyarə, gəmi. Üstlərindən xətt çəkdim. Deməli, ya qatarla gedəcək bizim bu Kənan, ya da nə ilə gedəcək? Taksinə. Sadəcə dostlar, diqqət edin. Baxın, qatarla gedən oğlan universitetdə Eminlə bir qrupda oxuyur. Deməli, həmin şəxs özü də universitetdə oxuyan şəxsdir. Kənan isə orta məktəbdə təhsil alır. Deməli, Kənan qatarla da gedə bilməz. Avtomatik onda Kənana baxın, qatar, avtobus, təyyarə, gəmi olmadı. Nə qaldı? Taksi. Deməli, Kənan taksi ilə hərəkət edir. Kənanın üstünə, yəni buradan taksinin üstünə xətt çəkəm, Kənanı da tapdım. Yəni fikir versə, bir neçəsini artıq müəyyənləşdirmiş olduq. Taksi oldu Kənana aid. Səyahətə gedərkən Murad hava nəqliyyatını istifadə edib. Deməli, Murad təyyarə ilə gedir. Murada təyyarə yazdıq. Təyyarənin üstünə xətt çəkirik, Muradın da üstünə xətt çəkirik. Cəmil isə su nəqliyyatından istifadə etməyib. Deməli, Cəmil gəmidən istifadə eləməyib. Cəmil gəmidən istifadə eləmədi. Bunu da üstünə xətti çəkdik. Yazıb Cəmil futbol oynamır. İndi bunu niyə deyir? Baxın, bazar günlərində qatarla gedən oğlan bazar günlərində Muradla futbol oynayır. Deməli, futbol oynayan şəxsdir qatarla gedən şəxs. Cəmil futbol oynamırsa, deməli Cəmil də qatar ilə gedən deyil. Onda fikir verin, qatar avtomatik kimə qalacaq? Rasimə. Deməli, Rasim də qatarla getmiş olur. Qatarı da silirik. Rasimi də silirik. Qalır Cəmil və Emin. Cəmil indi gəmi ilə getmir. Gəmi ona görə olmayacaq. Cəmilə qalır avtobus. Onda dostlar, Eminə də qalır avtomatik gəmi. Emin də gəmi ilə məktəbə, universitetə getmiş olur. İndi, deməli bizdən avtobusla səyahət edəni istəyir. Baxıram ki, Cəmil olur. Cavab oldu D variantı. Keçirik növbəti sualımıza. Firəngizin 3 köynəyi üstüdən gedək, qəşəq. Aha. Artıq burada böyüdə bilərəm, hələ ki mətnlər lazım deyil bizə. Firəngizin 3 köynəyi, 6 ətəyi və 3 cüt tuflisi var. Hər kombinasiya köynək, ətək və bir cüt tuflidən ibarətdirsə, o geyimi neçə fərqli kombinasiyada düzəldə bilər. Dostlar, baxın, məsələn, tutaq ki, sizin bir dənə köynəyiniz, 2 dənə şalvarınız, 2 dənə də ayaqqabınız var, nümunə üçün. Gəlin belə eləyək. Köynək elə 2 olsun, şalvarın biri Ş, biri də S olsun. Ayaqqabın biri A, biri də B olsun. Birinci belə götürəsiniz. Köynək, Ş şalvarı, bir də A nömrəli ayaqqabı. Köynək, elə Ş, bu dəfə B ayaqqabısı. İndi köynək, S, A ayaqqabısı, köynək, Ş, Ş'ını yazmışdıq zaten. B, daha doğrusu biz indi burada. Köynək, S, bu dəfə B nömrəli ayaqqabı.
Yəni ehtimal olaraq, ümumi olaraq 4 dənə tapmış olacaqsınız. 4 kombinasiyamız olacaq bu halda. Bəs bu 4 kombinasiyanı mən hər dəfə belə yazmaqla tapacağam? Xeyr. Baxın dostlar. Bunu tapmaq üçün götürürlər, sayları bir-birinə vururlar. Yəni baxın, yəni köynəklə şalvarın olan halında 2 dənə kombinasiya olur. A və B. Bu 2. Köynəklə S nömrəli şalvar olanda onda da 2 ehtimal olur. Yəni bunların bir-birinə bir normal olaraq hasilləri olmuş olur. Və yaxud da belə eləyək. Tutaq ki, belə bir şey düşünək. Bizdə 2 dənə ayaqqabı var, A və B. 3 dənə də tutaq ki, köynək var. C, D, Y. İndi mən birinci istəyirəm ki, A ayaqqabısından istifadə edeyim. Onda mən köynək kimi ya C, ya D, ya da Y istifadə edəcəm. Ya A ayaqqabısına görə bu 3 dənə kombinasiya oldu. İndi B ayaqqabısına görə də mən istəyirəm C-ni, D-ni və Y-ni də yoxlayım. 3 dənə də kombinasiya burada olur. Ümumilikdə eləyəcək 6 dənə. Onu elə 2 ilə 3-ü bir-birinə vuraraq da tapıram da mən. Deməli burada da biz 3, 6 və 3-ü bir-birinə vuracaq. Vururuq, verəcək bizə 3 vur 6, vur 3, 54 qiymətini. 52-ci sual ilə davam edirik. Biraz bunu bu tərəfə edeyim. Ya da neynirəm? Gəlirəm, aha. 52. Riyazi əməllərə aid olan bir sualdır. Rahat bir sualdır dostlar. Bu tipli suallarda artıq heç birimiz çətinlik Aha, inşallah video dayanmayıb. Çətinlik çəkməməliyik. Əlimdəydi, səhvən kompüteri söndürdüm. İndi, dostlar, baxın. Baxıram ki, A gəlib 5A kvadratı olub. Düşünürəm ki, deməli, A-nı sol tərəfi, işarənin sol tərəfini kvadrata yüksəldib 5-ə vurub. Sağ tərəf ki 5 isə görürəm ki 25 olub. Ya deyirəm ki bunu kvadrata yüksəldə bilər ya da 5-ə vura bilər. Yoxlayıram. İndi sol tərəfi nə edib? Kvadrata yüksəldib 5-ə vurub. 1-in kvadratı vurulsun 5. Eləyir 5. İndi 5-dən mən nə çıxsam 1 eləyər. Təbii ki 4. Deməli sağ tərəfi də nə etməliyəm? Kvadrata yüksəltməliyəm. Yazmalıyam 4. Ona görə 5-dən 4 çıxırlar, yazıla 1. Deməli sol tərəfi kvadrata yüksəldir. Vurur 5-ə. Sağ tərəfi də kvadrata yüksəldir. Və bunların arasında çıxma işarəsi atır. 5 vurulsun 16, çıxılsın 49. Həqiqətən 80-dən 49 çıxanda 31 edir. İndi sol tərəfi kvadrata yüksəldi, vururam 5-ə. Vurdum. Çıxıram sağ tərəfin kvadratını. İndi 6-ın kvadratı 36-dır. 5-ə vuranda eləyəcək 180. 9-un kvadratı 81-dir. İndi 180-dən 81 çıxanda nə edəcək? 99 eləmiş olacaq. Cavab oldu A variantı. 53. Rahat suallardan biri daha. Dostlar, burada üstdəkilərdən altdakıları əldə etmiş olmalıyıq. İndi bu sualda diqqət eləsək. Baxın, altdakı hər bir kvadratımız və yaxud da düzbucaqlı deyən yaxşısı 2 dənə yuxarıdakı düzbucaqlıya birləşib. Məsələn, 1 ilə 2-dən 4-ü necə alaram? 2 ilə 4-dən 16-nı necə alaram? 4 və 5-dən 20-ni necə alaram? Əslində burada ən rahat yol 4 və 5-dən 20 dedim mən. Daha doğrusu buraya 40 yazılıb. Dilimdə dolandı. Məsələn 4 ilə 5-dən 40-ın alınmasıdır. Bizə daha rahat tapılan hissə. Niyə? Baxın 4 ilə 5-in hasili verir bizə 20-ni. 2 misli nədir? 40. 2 ilə 4-ün hasili verir 8-i. 2 misli 16. 1 ilə 2-nin hasili verir 2-ni. 2 misli 4. 5 ilə 6-nın hasili verir bizə 30-u. 2 misli 60. 6-dan 7-nin hasili verir bizə 42-ni. 2 misli 84. 7-dən 8-in hasili verir bizə 56-nı. 2 misli 112. İndi 8-dən 9-un hasili verir bizə 72-ni. 2 misli 1, 4, 4. 144-ü vermiş olur. Tək ədədi başdan ata bilərdiniz. O da əslində bir növ sizə başdan köməkli göstərə biləcək hissələrdən idi. Keçirik növbəti hissəmizə. Növbəti sualımız gəlir. Sinifdə 31 şagird var. Deyir ki, şagirdlərin hamısı bir-birlərinə öz şəkillərini verdilər. Nə qədər şəkil lazım oldu? Dostlar, ümumiyyətlə, bayaq da buna bənzər bir sual var idi. Köynək məsələsi. Birinci, bu tipli suallarda kiçik örnəklə başlayayım. Məsələn, 3 nəfər var sinifdə. Danışıq sinfi də elə düşünün. Danışığa gəldilər. İndi 3 nəfərdir sinifdə. Bunlar hərəsi özünə 2 dənə, hərəsinə bir növ şəkil veriblər. Hərəsi bir-birinə şəkil veriblər. Məsələn, 3 nəfər olsun A, B, C. İndi A şəkillər versə, götürüb kimə verəcək şəkilləri? B ilə C-yə 2 nəfərə vermiş olacaq.
B şəkillərin verəcək A-dan C-yə 2 nəfərə verəcək. C də öz şəkillərin verəcək A-dan B-yə. O da 2 nəfərə şəkil verəcək. Ümumilikdə şəkillərin paylanması neçədən olur? 6 dənə. Məsələn, belə eləyək. Bunu 4 nəfərə qaldıraq. A, B, C, D. 4 nəfər var. D öz şəklini paylaşsa 3 nəfərə paylayacaq. C öz şəklini paylaşsa 3 nəfər A, B və D-yə paylayacaq. A öz şəklini paylaşsa B, C və D-yə paylayacaq. B də öz şəklini paylaşsa A, C və D-yə paylayacaq. Yəni toplasam burada 12 edir. Baxın, buradakı ədədlər fikir versəz görün necə tapılır. 6, 3 nəfərdir. 3 vurulsun, paylaşılan hədiyyə 2-dir. Verir 6-nı. 12, 4 nəfər vurulsun, paylaşılan hədiyyə 3. Bəs bu paylaşılan hədiyyə 3 necə çıxır ortaya? 4 nəfərdir. O 3 isə, məsələn mən geridə qalan 3 nəfərə paylamış olacam hədiyyəni. 4 nəfərik, geridə qalan 3 nəfərə paylayacam. Deməli, ümumi şəxs sayı çıxılsın, hədiyyə verənin sayı 1. Verəcək bizə 4 vur 3-ü, yəni 12-ni. Yəni düstur bu şəkildə olur. N nəfər öz aralarında şəkil paylayırlarsa, N vurulsun, şəkillərin paylanılma sayı n-1. Bu olur cavabımız. İndi 31-i vuracam 31 minus 1-ə. Yəni 30-a verəcək bizə 930 cavabını. Cavab oldu D. İndi keçirəm növbətiyə. 55-ci sual. Kollecdə X ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinin sayının 1-ci kurs tələbələrinin sayına nisbəti 3-ün 5-ədir. Deməli bizdə var. Ən yaxşısı bunun üçün elə burada qeyd edək. 1-ci kurs tələbələri onlar olsun Y. 2-ci kurs tələbələri olsun T. 3-cü kurs tələbələri olsun A. Deyir ki, 3-cü kurs tələbələrinin sayının 1-ci kurs tələbələrinin sayına nisbəti 3/5-dir. 3-cü kurs tələbələrinin sayının 1-ci kurs tələbələrinin sayına nisbəti 3/5-dir. 2-ci kurs tələbələrinin sayının nisbəti isə 6/5 kimidir. Yəni 1-ci kurs tələbələrinin sayının 2-ci kurs tələbələrinin sayına nisbəti, yəni Y-in 2-ci kursa, yəni T-yə nisbəti 6/5-dir. Deyir ki, bu 3 kursda həmin ixtisas üzrə təhsil alan şəxslərin sayı 100-dən çox deyilsə, 3 kursda ümumilikdə neçə tələbə təhsil alır? İndi bu nisbətləri yazdıq. Deyir ki, bu 3 kursda indi 100-dən artıq tələbə yoxdursa. Gəlin dostlar, bu bizə elə açar sözdəsində. Cavabı tapmaqda bu bizə kömək edəcək. A-la Y-in, yəni 3-cü kursdan 1-ci kursun nisbəti 3-ün 5-ədir. Bu verir bizə, baxın çarpaz vursam, 5A bərabərdir 3Y. İndi baxın, burada da 5Y-imiz bərabərdir 6T-yə. Bu bərabərlikləri yazdım. Baxın, 5Y bərabər 6T-yə, 3Y bərabərdir 5A-ya. Mən indi burada A ilə T arasında da münasibət yaratmalıyam deyə dostlar. Elə eləməliyəm ki, bunların sol tərəfləri bir-birinə bərabər olsun. Baxın, 5Y-dir, burada 3Y-dir. Bərabərləşdirmək üçün onları nə edərəm? Hər ikisini 15Y-ə gətirərəm. 15Y-ə gətirmək üçün buranı da vurmalıyam 3-ə, bunu. Buranı da vurmalıyam 5-ə. Amma vuranda dostlar durub bir tərəfi vurub digər tərəfi saxlamayın. Hər iki tərəfə eyni anda vurmalısınız. Olacaq bunda 15Y bərabər olur 18T-yə. Bu aşağıda da olur 15Y bərabərdir 25A-ya. Fikir versəz, bu şəkildə 15Y bərabərdir 25A-ya. Belə bərabərliklər tapırıq. Hər iki tərəfdə 15Y var. Deməli, onda 18T bərabər olur 25A-ya. İndi 18T 25A-dırsa, T-nin qiyməti neçə olacaq? 25, A-nın qiyməti də olacaq 18. Bunlar bərabər olsun deyə. Deməli, T olur 25, A da olur 18 şəklində. İndi A 18-dirsə, gəlib yerinə qoyuram. 3Y bərabərdir 5 vurulsun 18. Yəni 90. Onda Y də olur neçə? 30 nəfər. 30, 18, 25. Verir bizə 73-ü. Amma bunun sürətli tapılmağını istəyiriksə, bu şəkildə edəcək. İndi dostlar, T 25-dir. Sonra biz tapmışıq A-nı 18, Y-i də 30. Fikir versəz, onları tapmaq üçün sadəcə bunu etsəz, cavab çıxır onsuz da, rahat şəkildə. Gəlirəm, baxın. Fikir verəm ki, Y-in olduğu nöqtələrə. Y aşağıda olanda 5 olub aşağıdakı nisbət, Y yuxarıda olanda yuxarıdakı nisbət 6 olub. Həmin bu 6 ilə 5-i bir-birinə vuracaqsınız. Vuranda Y-in qiyməti olacaq 30. İndi Y bu şəkildə tapırsınız 30. İndi Y 30 tapandan sonra qoyursunuz yerinə. 30-u nəyə böləndə 6-ın 5-i olur? Təbii ki,
30 böl t bərabərdir 6 böl 5 yazırıq. Onda 30 vurulsun 5 bərabərdir 6 vurulsun t'yə. Bu şəkildə t də çıxır 25. İndi bir də 30'u aşağıda qoysam a bölünsün 30 bərabərdir 3'ün 5'ə. A da onda olur 18. Yəni bu şəkildə sürətli tapa bilirsiniz əslində. Yəni cavab kimi olur bizdə bu şəkildə 73 qiyməti. Yenə cəmləyin 18, 25 və 30 verir bizə 73 qiymətini. 56-cı sual. Birinci rəqəmi ikinci rəqəminin 4də biri. Deməli, ikinci rəqəmi belə düşünək. O 4x-dir. Birinci rəqəm ikinci rəqəmin 4də biridir. İkinci rəqəmin 4də biridirsə olacaq 4də 1 vurulsun 4x, yəni neçə? X. İkinci rəqəm olacaq x. Sonra üçüncü rəqəmi birinci ilə ikincinin cəmidir. Üçüncü rəqəm onda olacaq nə dostlar? X plus 4x, yəni 5x. Və deyir ki, sonuncu rəqəmi isə ikincidən 2 dəfə böyük olan 4 rəqəmli ədədin rəqəmlərin cəmini tapın. Dördüncü rəqəmi də ikincinin 2 mislidirsə olacaq 8x. İndi dostlar, rəqəmdir də bunlar. Deməli, x-ə baxın, 2 versəz, 2, 8, 10 eləyir. 10 rəqəmi deyə bir şey yoxdur. X-ə verə biləcəyiniz tək qiymət 1 olur. 1, 4 vur 1, 4, 5 vur 1, 5, 8 vur 1, 8. Bunları toplayanda eləyir 18 qiyməti. Cavab olur A variantı. Keçirik 57-ci suala. Olduqca maraqlı sual tiplərindən biri idi. Qəbulda da buna bənzər suallar düşüb vaxtı ilə. İndi bu tipli suallarda yada salaq. Deyirdik, buradakı saylar hər birin neçə dənə xətt və hər xəttin uzunluqları nədirsə onunla əlaqəli olmalıdır. Məsələn, ilk yazılan say cihazı deməli uzun xəttlərlə əlaqəlidir. Baxın, bizdə 3 dama uzunluğunda 1, 2, 3 dənə xətt var. Deməli, ilki 3 damalı xəttləri sayır. 3D yazdım. Bu ölçünə əlaqəli deyil, sadəcə damaların sayına əlaqəlidir. 6 dənə onda 2 damalı olacaq. 1, 2, 3, 4, 5, 6. 2 damallar 6 dənə. 1 damallar da baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənədir. Deməli, ilki olur 3 dama, 2, 2 dama, üçüncüsü də 1 damalı xəttlərin sayı. Baxıram, məsələn, burada cəmi bir dənə 3 damalım var. Ona görə yazıb 3 damalıya 1. 2 damallar 1, 2, 3, 4, 5, 6, 7 və bir dənə də sağ tərəf 8. Və 1 damallar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənədir. İndi gəlirəm, mən də öz şəklimdə eynisini edirəm. 3 damalları saysam 1, 2, 3 dənədir. 2 damallar 1 qulaq, 2 qulaq, 2 bu, 3 bu, 4 dənə də bu. Və 1 damallar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənədir. 3, 4, 16 cavab olur Y variantı. Keçirik növbətiyə. Neçənci sualı gəlirik? 58-ci sual. 58-ci sualda baxırıq ki, Kərim Səlimdən 8, Rasimdən 5 var, Səlim isə... Deməli dostlar, burada ingiliscə yazı var. Sağ olsun. Bu, heç də bunun bir də üstünə xət çəkim. Üstünə xət çəkə geçəcək. Bu bizlə əlaqəli deyil, o səhvən düşüb ona. İndi, deyir, Kərim Səlimdən 8, Rasimdən 5 manat. Səlim isə Rasimdən 17 manat aldıqdan sonra Səlimin pulu Rasiminkindən 15 manat, Kərimin pulun Rasiminkindən 20 manat az oldu. Əvvəlcə Kərimin pulu nə qədər idi? Bunu dostlar, bir dənə Kərimin pulu daha doğrusu Səliminkindən neçə manat az idi. Bunu mən bu tərəfdə yazacağım, çünki önəmli suallardan biridir, qəbula düşə biləcək tiplərdən biridir, mütləq şəkildə təbii ki bilməliyik. Ona görə, indi gəlirəm, seçirəm. Deməli, Kərim var bizdə, Səlim var, bir də Rasim var. İndi, Kərim Səlimdən 8, Rasimdən də 5 manat pul alıb. İndi, gəlin bunların ilkin pulları olsun bu qədər. Kərim, tam adlarını yazaq. Səlim, Rasim. Elə Kərimin ilk pulu K olsun, Səlimin ilk pulu S olsun, Rasimin ilk pulu R olsun. Bu şəkildə yazaq. İndi, deyir ki, Kərim Səlimdən 8 manat, Rasimdən də 5 manat pul aldı. Deməli, Kərim Səlimdən 8 manat pul alıbsa, pulun üstünə nə gəlməlidir? 8.
İndi Səlim öz pulun verib də Kərimə. Deməli pulu nə qədər azalacaq? 8 manat. İndi Rasimdən də nə qədər alıb? 5 manat. Deməli pulu 5 manat artdı. Deməli Kərimin pulu oldu 2 plus 13. İndi sonra da deyir ki, Səlim isə Rasimdən 17 manat aldı. Amma ilk olaraq Kərim Rasimdən 5 manat pul alanda, deməli Rasimin pulu da 5 manat azalmalıdır. Çünki Rasim öz cibindən verir o pulu. Sonra da deyir ki, Səlim isə Rasimdən 17 manat aldı. 17 manat alsa, deməli Rasimin pulu 17 manat da azalır. Onda Səlimin pulu da Rasim Səlimə pul verib deyə 17 manat artır. Görürəm ki, Səlimin pulu da olur S minus 8 plus 17, yəni S plus 9. Rasimin pulu da olur R minus 22. Yazdım bunları. İndi deyir ki, bunlardan sonra Səlimin pulu Rasiminkindən 15 manat, Kərimin pulu Rasiminkindən 21 manat az oldu. Deməli, Səlimin pulu, yəni S plus 9 bundan sonra, Rasimin pulundan, yəni R minus 22-dən 15 manat az oldu. Yəni, çıxılsın 15 manat. Rasimin pulundan 15 manat az oldu. Deməli, Səlimin pulu onda plus 9 bərabərdir Rasim minus 37-yə. Onda Səlimin pulu da olur Rasim minus 37, 9 digər tərəfə keçəndə mənfiləşir. Çıx 9. Onda deməli Səlimin pulu olur Rasim çıxılsın 46 şəklində. Belə müqayisə elədik. İndi gəlirəm, keçirəm bu Kərimin pulu müqayisə eləmək. Kərimin pulu indi dostlar. Kərimin də deyir pulu Rasiminkindən 21 manat oldu. Yəni Rasimin pulu çıxılsın 21 manat. İndi Kərimin pulu onda bərabər olacaq nəyə? Rasim minus 43. İndi Kərimin əvvəlki pulu bərabər olacaq. 13 digər tərəfə keçəndə mənfiləşir. E minus 43 minus 13. Onda Kərimin pulu Rasimin pulundan 56 manat az idi. İndi baxın, Kərimin pulu Rasimin pulundan 50 manat az idi. 56 manat az idi. Nümunə üçün Rasimin pulu 100 manat idi. Onda Kərimin pulu da 56 manat az olacaq 44 manat. Bu zaman Rasimin pulu 100 manatdır. Səlimin pulu da olacaq 146 54 manat. Baxıram ki, Səlimin pulu Kərimin pulundan nə qədər çox oldu? 10 manat çox oldu. Yəni Kərimin pulu Səliminkindən neçə manat az idi? 10 manat az idi. Bu şəkildə tapırıq. Yəni daha rahat yazmaq olar bu şəkildə dostlar. İndi keçirik növbətiyə. O mənim güldüyüm suala. Şəkillərlə əlaqəli bir sualdır. Şərti eyni dostlar. Qanuna uyğun müəyyən edin, doğru variantı tapın. Dostlar, bu sualda fikir versəz, sətir və yaxud da sütun üzrə baxsaq, cavab rahatlıqla çıxmış olur. Mən sütun üzrə baxmağı hər zaman bu sualda tərcih edirəm. Niyə? Baxın, sütun üzrə görürəm ki, X birinci sütundadır, üstəgəl ikinci sütundadır, boz hissədə üçüncü sütundadır. Bu ağ hissə fikir versəz, bir buradaydı, gəldi bura, keçdi ortaya. Sanki ağ bir növ üstü örtən kimi, yorğan kimi gəlib bunları örtmüş olur. Baxın, burada da ağ, baxın, fikir versəz, yorğan kimi gəlir bunları örtür. İndi ağ buradadır, keçib bura, deməli bizim şəkildə də keçməlidir ən sağa. Sağda olmalıdır bizim ağ. İndi baxıram ki, bu hissədə X var idi. X var idi, deməli ağın altında X var. Burada fikir versəz, plus varsa, deməli bu aşağıda da plus olmalıdır. İndi burada boz rəngli bir sütun idisə, deməli burada da boz rəngli sütun olmalıdır. Baxıram ki, C variantı avtomatik çıxır. Yəni sütun üzrə baxsaq, bir dənə ağ dairə hərəkət edir, digərləri yerində sabit qalır və bu şəkildə 24-cü ilin qəbul sualında rahatlıqla yazmış olarsınız. 60-cı sual olduqca maraqlı sual tiplərindən biridir. Burada deyir, qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Əslində burada bir növ bizdə şərt doğru verilməyib. Şərt belə verilməli idi ki, burada aralarında hansı digərlərindən fərqlidir. Fərqli olan variantı müəyyənləşdirməliyik. Yəni, çünki orada qanuna uyğunluq bu şəkildədir. Əslində qanuna uyğunluğu rahat tutmaq olar. Bu tipli suallarda biz demişik ki, güzgü əksi söhbəti ortaya çıxır. Güzgü əkslərini tapsaz, dostlar, gəlib bir dənəsi orada çöldə qalacaq. Bizə o çöldə qalan lazımdır. Həmin o çöldə qalan fiqur hardadır? İndi gəlirəm burada simmetriyalara baxmağa. Məsələn, ilk olaraq hər birinin rahatlıqla simmetriyasını tapmaq istəyirik. Bu zaman nəyə baxacaq dostlar? Məsələn, bu fiqurun simmetriyasını axtarmaq istəsək.
Yuxarısı boğazı belə olanlar belədirsə, onun simmetriyası sağ tərəfi olanlardan olmalıdır. Yəni bu olmaz, sonra bu olmaz, bu olmaz, bu olmaz və bunlar olmaz. Atıram onları. İndi belə fikir versəz üçbucaqda sağa baxır. Biz sola baxan üçbucaqları saxlamalıyıq. Bu ola bilməz, bu ola bilməz. Bu şəkildə o ikisini də atıram. İndi burası dairədir, yarım dairədir, sağa baxır. Bizə sola baxan lazımdır. Bu deyil onda, bu da deyil, bu da deyil. Baxıram ki, onun simmetriyası avtomatik bu şəkildə bu çıxır. Deməli, 2 dənə simmetriyanı bu şəkildə tapdıq. Simmetrik figuru tapmış olduq. Onları tapdıqlarımızın da üstündən sadəcə xətti çəkək. Bunları tapdıq. Bunları tapdıq, keçirik digərlərini tapmağa. İndi məsələn keçsəm, bunun simmetriyasını tapmağa. Sağa baxan, boğazı sağa baxsa simmetriyası sola baxan olmalıdır. Onda bu deyil. Sonra bu deyil. Bu deyil. Bu deyil. Deməli onları attım. İndi belə fikir versək sola baxır. Sola baxandırsa ilk olaraq düzbucaqlı deyə üçbucaqlar ola bilməz. Üçbucaqlar ola bilməz, onda bunları atırıq. Və bu qarın hissəsi sağa baxırsa, bizdə də qarın hissə artıq güzgüdə sola baxmalıdır. Bu da sağa baxır deyə bu da olmur, deməli bu olacaq. Həmin o hissəni də seçmiş oluruq cavab kimi. Yəni bu ikisi də bir-birinə simmetrik oldu. Qalanlarını isə silirəm. Yəni belə-belə mən hər birinin simmetriyasını tapmış olacağım. İndi məsələn, üçbucaqda sağa baxan, bizə lazımdır sola baxan. Deməli bunu atmalıyam, bunu atmalıyam, bunu da atmalıyam. İndi baxıram ki, boğaz hissəsi sola baxır. Bizə sağa baxanlar lazımdır. Fikir verirəm bu sola baxır, atdım. Qarın hissəsi sola baxır. Bizə sağa baxan lazımdır. Bunu da atdıq. Bunlar da gedir. Qalır elə avtomatik bu. Amma baxıram ki, dostlar, bizdə, yəni bu şəkildə eləyəndə bunun heç simmetriyası ortaya çıxmadı. Amma buradan gözdən qaçan bir detal var, dostlar. Bu, fikir versək, bununla birə-bir eynidir. Diqqətli fikir versək. Baxın, sola baxır, simmetriya olaraq sağa baxır. Bu sağa baxır, bu da sola baxır. Tam istədiyimiz kimidir. Bu sola baxır, bu da sağa baxır. Tam istədiyimiz kimidir. Bu sola baxır, bu da sağa baxır. Yəni, bu ikisi də bir-birinə simmetrik. Bu ikisi bir-birinə simmetrikdir. Digərlərini isə silə bilərik. Digərləri uyğun gəlmir. Artıq sonrakılara gəlirəm. Yəni, məsələn, sürətli şəkildə baxsaq, əslində baxın, bu ikisi yanbayan görürəm ki, bir-birinə simmetrikdir. Bunları silə bilərik. Sonra, məsələn, buradakı figurun simmetriyasını tapmaq istəsəm, görürəm ki, baxın, burada yerləşir. Həmin fiqurları da burada bir-birindən ləğv eləmiş oluram, silmiş oluram. Qaldı cəmi 3 dənə fiqur. Bunlardan ikisi bir-birinə simmetrikdir, biri isə yox. Baxın, bu sola baxırsa, bunun simmetriyası sağa baxmalıdır. Deməli, bu ikisi bir-birinə simmetrikdir. Amma bu fiqurun isə simmetriyası yoxdur. Həmin o fiquru variantlarda axtarıram. Variantlarda axtaranda görürəm ki, hansı variantda yerləşir? Baxırıq. B variantında yerləşir. Cavab kimi elə B variantını doğru götürmüş oluruq. Yəni, qəbula bu tiplisində nə düşürdü? O ardıcılıqda sual işarəsinin yerinə hansı uyğun gələcək? Bu biraz daha çətin versiyasıdır. Burada artıq siz həmin hissə ilə yox, bir dəfəlik simmetriyalarla hərəkət eləməlisiniz. İstər-istəməz də bu da vaxt almış olur. Ona görə cavab kimi B-ni yazırıq, keçirik növbətiyə. Ortadakı ədəd bizə nəticəni verir. Kənardan bu ortadakı ədəd necə əmələ gəlib baxaq. Baxıram ki, ortadakı bütün ədədlər cüt ədədlərdir. 10 5-in ikimisidir. 12 6-nın, 14 7-nin, 2 1-in ikimisidir. Deməli, sual işarəsi də nə isə ikimisli olacaq. İndi baxın, elə burada 1 sizə kömək edə bilər. 1 üstəgəl 0 üstəgəl 0 1-i verir. 1-in də ikimisli 2 sayılır. Amma baxıram ki, 19 21 9 bizə cəmləyəndə 49-u verir. Aha, 49 nəyin kvadratıdır? 7-nin kvadratıdır. Deməli, bunu sonra kökə salırlar. 2 misli 14'ü yazırlar. Deməli, burada da cəmləyiblər 1 eləyib, kökə salıblar 1 çıxıb 2 misli 2. Cəmləyirəm, baxıram ki, 36 cəmi verir. Kökə salıram 6 eləyir, 2 misli 12. İndi cəmləyirəm, baxıram 25'i verir. Kök altından 5 çıxır, 2 misli də 10 eləmiş olur. İndi cəmləyirəm, görürəm ki, bunun cəmi verir bizə 64'ü. Kök altından 8 çıxır, 2 misli də 16 olur. Cavab kimi D-ni götürürük. 62-ci sual. Deyir, sual əvəzinə hansı ədəd yazılmalıdır? MN ilə P-nin hasili verib bizə 348-i, MN ilə Q-nin hasili verib 232-ni. İndi deyir, MN vurulsun P-Q nəyi verər?
Dostlar, biz 2 rəqəmini 2 rəqəmliyə vuranda birinci MN-i götürürük, nəyə vururuq? Q-yə vururuq. Və nəticəsini yazırıq. Nəticəsi nə idi? 232. Sonra götürürük MN-i vururuq P-yə. Vurandan sonra nəticəsini də yazırıq. P-yə vuran nəticəsi nədir? 348 və nəticəsi bu şəkildə qeyd edilmiş olur. 2 düşür aşağı olduğu kimi 3 dən 8-in cəmi 11, 1 yadda, 1 üstə gəl, 2 üstə gəl, 4, 7, 3 də olduğu kimi 37, 12 cəmi verir. İndi deyil, birinci iki söz arasında məntiqi əlaqəyə əsaslanaraq analogiyaya görə üçüncü sözə uyğun olanı seçin. Hovuzda üzgüçülük dərsləri keçirilə bilir və yaxud da üzgüçülük yarışları olur. Ringdə isə boks yarışları olur. Boksçu yox, çünki burada şəxs deyil, şəxs ola bilməz. Ringdə də boks yarışları olur. Gəlirik, qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı tapın. Fikir verin, bizdə sol tərəfdəki bütün ədədlər sağ tərəfdəki ədədlərdən böyükdür. Deməli, çıxma əməli istifadə edə bilərik. 43-dən 5 çıxarıq, eləyər 38. Görürəm ki, bu 83, 38-in sanki tərsdən yazılmış versiyasıdır. Yoxlayaq. 73-dən 8 çıxıram, 65 eləyir, tərsdən yazılışı 56. 36-dan 2 çıxıram, 34 eləyir, tərsdən yazılışı 43. İndi 45-dən 6 çıxıram, 39 eləyir, tərsdən yazılışı 93 olacaq. Cavab olur C variantı. Keçirik növbətiyə. İçərisində ağ və qara bayraqlar olan qutudan götürülən istənilən 5 bayraqdan ən azı biri qara, istənilən 6 bayraqdan ən azı biri ağ olduğu məlumdursa, qutudakı bayraqların ən çoxu neçə ola biləcəyini müəyyən edin. Burada dostlar, baxın, təsəvvür edin, bizdə 5 dənə bayraqdan ən azı biri qaradır. Bu nə deməkdir? Məsələn, 5 bayraqdır. Biri qara, onda 4'ü də avtomatik ağ olar. İndi 6 dənə bayraqdan da deyir ki, ən azı biri ağdırsa, bir dənə ağ, bu zaman içində də 5 dənə qara ola bilər. İndi baxın, mən tutaq ki, bir dənə torba var. Torbada bunları indi götürürəm. Bir dəfə 5 dənə bayraq çəkirəm, bir dəfə də 6 dənə bayraq. 5 bayraq çəkəndə ən azı biri qara, qalanı ağ şəkildə çəkmişəm. 6 bayraqda isə ən azı birini ağ çəkmişəm, qalanı isə qara şəkildə çəkmişəm. İndi mənə maraqlıdır, görəsən ən çoxu neçə dənə bayraq çəkə biləcəm. İndi dostlar, baxın, bu bir qara ilə düşünün ki, elə 5 dənə qaranın içindədir. Elə düşünün ki, bizdə cəmi 5 dənə elə qara rəngdə nə var? Bayraq var. 5 dənə qara bayrağım var. 5'i də elə bu vaxtda çəkilib. Bir dənə də ağ çəkilib. Bizdə də elə 4 dənə ağ rəngli bayraq var və 4'ü də elə bu zaman çəkilmiş olub. Ümumilikdə belə baxıram, bunda bu ehtimaldır. Görürəm ki, 9 dənə bayraq etmiş olur. İndi baxın, 9 dənə bayraq bu şəkildə edir. İndi yoxlamaq üçün belə edəcəyik. Tutaq ki, mən bu 9 dənə bayraqdan 5 dənəsini çəkirəm. 5 dənəsini çəksəm, həqiqətən bir dənə qara, 4 dənə ağı çəkə bilirəm. 6 dənəsini çəkəndə də bir dənə ağ, 5 dənə qara çəkə bilirəm. Yəni burada o digər olan hallar var ha. Həmin o halları toplayırsınız, elə bayraqların sayını tapmış olursunuz. Yəni ən azı bir qara, ən azı bir ağ deyirsə, onları elə bir şəkildə göstərirsiniz. Digər qalan isə avtomatik çəkdiklərinizin digər rəngləridir. Yəni məsələn 5 dənə çəkmişəm, biri qaradırsa, qalan 4'ü ağdır. Elə düşün ki, cəmi bizdə 4 dənə ağ var. İndi 6 dənə çəkmişəm. Bir dənəsi qaradır, geriyə qaldı 5 dənə. Bir dənə ağdır, qaldı bir dənə geriyə, 5 dənə qara. Burada da düşünürəm ki, onda cəmi bizim 5 dənə qaramız var. Onları toplayanda elə bizə bayraqların sayını vermiş olacaq. 66-cı sual. 66-cı sualda bizdə kubun müxtəlif görüntülər verilib. Deyir ki, hansı variant kubun digər görüntüsüdür? Dostlar, fikir versək bizdə kubuda, yəni bir-birinə baxış bucağına, baxış münasibətindən cavabı tapmaq mümkündür. Məsələn, fikir verin, K-nın baş hissəsi, K-nın baş hissəsi A-ya baxır, qarın hissəsi T-ya baxır. Amma burada baxıram, K-nın baş hissəsi T-ya baxır. B-ni atdım. İndi, fikir versiniz, K-nın baş hissəsi burada T-ya necə baxır? Yəni, K belədir, T də elə olduğu kimidir. Amma burada fikir versiniz, T-nin baş hissəsi gəlir, K-nı kəsir. Bunu hardan da görmək olur? Çünki T-nin baş hissəsi A-ya baxmalıdır, K-yə yox. Ona görə C variantı da səhvdir. Sonra baxıram, məsələn, fikir versək, bizdə
R ilə K-nın, U ilə K-nın vəziyyətlərinə. Bu da kömək edir bizə. Məsələn, U-nun baş hissəsi K-yə baxır. Amma burada U-nun baş hissəsi R-ə baxır. A variantı da ona görə səhvdir. Sonra T-nın baş hissəsi A-nın ayaqlarına baxır. Amma burada fikir versəniz, öküz kimi baş-başa gəliblər. Y də səhvdir. Qalır cavab kimi elə D variantı. 67-ci sual. 67-ci sualda kəsiklərlə əlaqəlidir. Doğru variantı indi müəyyənləşdirək. Belə bir simvol və yaxud da simvolvari bir kəsik yaranıb. İndi ilk olaraq mən bunu tutaq ki, tutdum, açdım yuxarıya doğru. Yəni bir növ dostlar, bizdə bu xəttə görə birinci simmetriya olmalıdır. Həmin xəttə görə görək hamısılarda simmetriya pozulub. Elə simmetriyanın cavab rahat çıxacaq dostlar. Məsələn, baxıram ki, bizdə güzgüyə yaxın hissədə N-nın bu diaqonalı başlayıb. Deməli, bizdə də baxın, güzgüyə yaxın hissədə N-nın həmin o diaqonalı başlamalıdır. Bu şəkildə. Amma baxın, D variantında bu güzgüyə yaxın hissədən bura baxır, amma bu biri fikir versiz başqa nöqtəyə baxır. D variantı səhvdir. Sonra məsələn, eyni şey B-yə də aiddir. Həmin bu diaqonal bu nöqtəyə baxır, amma bu diaqonal baxıram ki, bu nöqtəyə baxır. Eyni nöqtəyə baxmırlar. Sonra C variantında da eyni problem var. Diaqonal bizdə bu nöqtəyə baxır, amma bu biri diaqonal bu nöqtəyə baxır. Bir-birinə simmetrik olmurlar. C variantında atdım. A variantında da problem nədir? Yenə diaqonal bu nöqtəyə baxır, bu biri isə bu nöqtəyə baxır. Fərqli nöqtəyə baxırlar. Cavab avtomatik Y variantı çıxır. Heç yəni burada əlavə bir iş görməyinizə gərək yoxdur. 68. Ortadakı ədəd necə əmələ gəlib? Baxıram ki, 9 11-ə yaxın ədəddir. Mən 9-un üstünə nə gəlsəm 11 edər. İndi analiz eləyirəm. 9-un üstünə mən 2 gəlsəm 11 eləyər. 2 isə baxın soldakı ilə sağdakının fərqidir. 5 çıxılsın 3, 2, 9 plus 2, 11. 8-dən 2 çıxıblar 6 eləyib, 7 plus 6, 13. İndi 8-dən 9 çıxıram. Mənfi 1 eləyir. 6 plus mənfi 1 verəcək bizə 5 qiymətini. Cavab olur Y variantı. 69. Hörümçəklər həşəratlardan biridir. İndi bizə maraqlıdır. Baxın, zoğallardan biri meyvə deyil. Tikanlardan biri kaktus deyil. Ədviyyatlardan biri qənd deyil. Heyvalardan biri mürəbbə deyil. Amma ağaclardan biri kimi küşnar götürülür. Cavab olur D. Və son olaraq A variantındakı söz müəllimdir. Müəllim. Müəllim. B variantındakı söz asistent. Asistent. C variantındakı söz nazir. D variantındakı söz dosent. Y variantındakı söz professor. İndi fərqli olan hansıdır? İndi dostlar, müəllimdir, asistentdir, dosentdir, professordur. Bunlar təhsil və akademik sahəyə aid olan vəzifələrdir. Yəni onlar müəyyən bir universitetlərdə, müəyyən bir təhsil ocaqlarında, təhsil müəssisələrində dərs deyir və yaxud elmi fəaliyyət göstərən şəxslərdir. Amma nazir isə akademik və yaxud da pedaqoji bir vəzifə daşımır, bir vəzifə deyil o tipdə. Ona görə o digərlərindən fərqlidir. O dövlət idarəçiliyi ilə bağlı bir vəzifə olur. Ona görə biz də cavab kimi nazir götürmüş olacaq. C variantı. Belə dostlar, ümid edirəm ki, bu video sizin üçün faydalı olmuşdur. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a əmanət. Uğurlar hər birinizə.